Salam dost uşaqlar, bugün sizlərlə birlikdə tarixdə D variantını işləyəcəyik. A, B, C variantlarını işlədik. İndi D variantını işləyəcəyik. Birinci sualdan başlayaq. Deyir, boşluğa uyğun gələn ifadəni müəyyən edin. Bilindir ki, mənbələr xalq yaradıcılığının məhsuludur deyirsə, şifahi olacaq bu. Demək, yazılı getdi, görüntülü getdi, yazılı getdi. Aydan D qaldı. Sonra deyir ki, xalqın yaddaşında iz buraxan hadisələr Ozan və aşıqların dilindən səslənmiş, ağızdan ağıza keçərək dövrümüzə gəlib çatmışdır. Bu mənbələrin nümunələr olaraq əfsanələrə, bayatların, burada da baxırıq kitablar var. Kitablar yazılı mənbələrdə çıxır. Şifahi dastanlar da şifahi mənbələrdə D bəndi. 2-də Tunc dövründə yaranan yeni təsərrüfat sahələri ilə bağlı sıxarında buraxılmış səyə uyğun gələn düzgün cavabı müəyyən edin. Bağçılıq, bostançılıq, maldarlıq daş dövründə yaranıb. Sonra ikincilik daş dövründə yaranıb, ovçuluq daş dövründə yaranıb, balıqçılıq da daş dövründə yaranıb, amma üzümçülük isə Tunc dövründə, bağçılıq, bostançılıq, üzümçülük Tunc dövründə yaranıb. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Demək, dəmir alətlərinin tətbiqi təsərrüfatın inkişafdan geri qalması yox, inkişaf etməsi. Ox və kaman ixtirası, insanın ovçuluqla məşğul olmağa başlaması yox, ön plana çıxması, insanların özlərinə lazım olan qidaları istehsal etməsi, təbiətdən asılılığın azalması. Bəli, bunu götürürük. Harpundan istifadə olunması, balçının inkişaf etməsi, bəli, inkişaf etmişdir. 3-4, cavabımız C bəndi. 4-də deyir ki, alimlər nəyin ədlə edilməsini insan təbiəti üzərində ilk qələbə adlandırmışlar. Təbii ki də odun əldə edilməsini ilk qələbəsi adlandırmışlar. İndi 5-ci sualdan davam edirik. Deyir, sıxımına uyğun olaraq düzgün cavabı müəyyən edin. Qız qalası Bakıda yerləşir. Şamaxı Şuşa çıxır. Sonra Əlincə qalası Culfada yerləşir. A çıxır, C çıxır. Cavab B olur. Çıraq qala da Şabranda yerləşirdi. Cavabımız B bəndi. 6-da Tuncun kəşfindən sonraki dövrə aiddir. Yəni dəmir dövrünə aiddir. İnsanların ovçuluq və yağcılıqla məşğul olmağa başlaması daş dövrü, torpağı şumlamaq üçün toxan ixtira edilməsi daş dövrü, maldarlıq və əkinçilik təsərrüfatlarının meydana gəlməsi daş dövrü, insanların balıq ovu ilə məşğul olmağa başlaması, bu da daş dövrünə aiddir. İnsanların bostançılıq və bağçılıqla məşğul olması, bəli, çünki Tuncun kəşfindən sonra bağçılıq və bostançılıq yarana bilər də. Buna görə cavabımız D bəndi olur. Sonra uğurlar gözlənilmişdir. Qədim dövrdə insanların ilk məşğuliyyəti idi. İlk məşğuliyyəti ikinci maldarlıq yox, ovçuluq, yığıcılıq idi. İlk insanlar dünyayı almışdır. Avrasiya yox, Afrika materikindən. Bəşəriyyətin keçdiyi üç böyük dövr adlandırmışdır. Əmək alətləri, silahlar və məişət əşyalarının xam mala görə. Bəli, bu düzdür. Sonra deyir, insanların quru ağac parçalarını və saxmaq daşının bir-birinin sürməsinin nəticəsi təbii şəkildə odun əldə edilməsi. Burada ağac parçalarından yox, vulkanik şüşədən olacaqdır. Amma C bəndi. Sonra Y bəndində də deyir ki, qədim insanın Azərbaycan ərazisində yekunlaşmasına şərait yaradan amillərdəndir. Zəngin neft yataqlarının olması. Bu da ki, səhv deyir. Demək, cavabımız oldu C bəndi. Sonra 8-də Azərbaycan qədim dövrünə aid olan hadisələrdən hansı daha sonra baş vermişdi deyir. İnsanların mağaralarda məskunlaşmağa başlaması daş dövrü, ov və kaman ixtira olunması daş dövrünün ortaları, əkinçiliyin əsas qoyulması daş dövrünün ortaları, metaldan əmək alətlərinin hazırlanması Tunc dövrü, insanlar arasında bərabərsizliyin yaranması, bilirsiniz ki, dəmir dövründədir bərabərsizlik, arxların çəkilməsi Tunc dövründədir.
Sonra 9-da Tuncdan fərqli olaraq daş dövründə əmək alətləri yalnız daşdan hazırlanmırdı, səhvdir. Daşdan, ağac materiallarından və sümükdən hazırlanırdı. Demək, biri götürmürük. İnsanların əkinçiliklə məşğul olmağa başladılar deyirsə, ikini götürürük. Sonra torpağı daha dərindən şumlamağa imkan verən əmək alətindən istifadə olunurdu. Bir dəqiqə, torpağı daha dərindən şumlamağa imkan verən əmək aləti xış olmuşdu Tunc dövründə. Ona görə 3-ü götürmürük. İnsanların təbiətdən asılılığı azalmağa başlamışdı. Bəli, asılılamağa başlamışdı. Cavabımız 2-4 olur burada. Sonra onda deyir ki, uyğunluğu müəyyən edin. Birinciyə deyir daş dövrü, ikinci ortaq cəhətlər, üçüncü Tunc dövrü. Demək, birinciyə aiddir daş dövrünə. İlk əmək alətlərinin hazırlanması, bəli. Daşın tətbiqi nəticəsində deyirsə Tunc dövrüdür. Əmək alətlərinin təkmilləşməsi hər dövrə aid ortaq cəhət götürəcək. Əmək alətlərinin əsasında daşdan, ağac materiallarından və sümükdən hazırlanması. Bəli, bunu götürəcək. Sonra üzümçülüğün ayrıca istehsal sahəsinə çevrilməsi, bu isə Tunc dövrünə götürəcək. Demək, 2-yə də gedir C, 3-ə də gedir ortaq cəhətdir deyə, 3-ə də gedir B ilə Y. Cavabımız bunlar idi. Bugünlük bu qədər idi. Başqa mövzularda, başqa dərslərdə görüşməyə unutmayın.